Prezident İlham Əliyevin Almaniya səfəri çərçivəsində Berlində keçirilən mühüm rəsmi görüşlər pərdə arxasında gərgin anlarla yadda qalıb. Liderlərin danışıqlar apardığı rəsmi Villa Borzing iqamətgahının qarşısında mühacirətdə yaşayan Tural Sadıqlının qurmaq istədiyi siyasi şov və təxribat cəhdi gözlənilməz ssenari ilə tamamilə alt-üst olub. Kameraya baxaraq səslənən sərt replika onlara yazığım gəlir. Yayılan özəl video görüntülərdən də aydın olur ki, Tural Sadıqlı əlindəki mobil telefonla binanı tərk edən Azərbaycanın nümayəndə heyətinə yaxınlaşaraq qışqırmağa, daxili sabitliyi hədəf alan ittihamlarla diqqəti çəkməyə çalışıb. Bir çoxlarının gərginlik gözlədiyi həmin anlarda prezidentin köməkçisi Hikmət Hacıyev heç bir emosiyaya qapılmadan tam soyuqqanlı şəkildə birbaşa Sadıqlının kamerasına baxaraq cəmi bir cümləli cavab verib. Vətənə xəyanət edən insanlara yazığım gəlir. Şou yaradacaqlarını sayanlar cavabsız qaldı. Bu qısa, lakonik və kəskin cavab iqamətgah önündə hayküy salmaqla rəsmi nümayəndələri küncə sıxışdıracağını zənn edən mühacir dairələrin bütün planlarını alt-üst edib. Hikmət Hacıyevin heç bir polemikaya girmədən verdiyi bu diplomatik və sərt reaksiya qarşısında Sadıqlı tamamilə cavabsız qalıb. Təxribat ssenarisinin iflasa uğradığı həmin anlar qısa müddətdə sosial şəbəkələrin ən çox müzakirə edilən və paylaşılan vizual materialına çevrilib. Verişlərdə çox vaxt ayırmıram, səmimi deyil. Sizlərə gəlir ki, Azərbaycanda hamılıqda sizin verişlərə baxır, amma səmimi deyim elə deyil. Yox, mən Azərbaycan mediasına baxıram, Azərbaycanda profesional media da var. Ancaq mən sizə bir şey deyim də, həyatda ən çətin şey vətənə xəyanət etmək. Əlbəttə, yazılı şəkildə mən sizə deyirəm ki, həyatda ən bir çətin şey vətənə xəyanət etməkdir, dövlətinə xəyanət etməkdir. Mən o statusda yaşayan insanlara səmimi deyirəm, mən yazığım gəlir, düzdür, Allahın yazığı gəlsin, amma bunu mən bir bədbəxtçilik sayıram. Mən Vətən sizə çalışmaq deməkdir və məsələn, o Qarabağdakı separatistləri təşviq edəndə sizə vətən haqqında düşünürdünüz. Montaj videolardır, onu açıqlamaq. Yenə deyirəm, mənim haqqımda nə deyirsindən sonra 5 qat artığını deyin. Ayət edirəm sizə. Tönqül özün 5 qat artığını deyin, 10 qat artığını deyin. Bizə deyirlər, mən heç eynəmə deyil. Amma belə deyil, mən də sizə müəyyən dərəcədə sizin mövcud durumunuzu bir qədər halım acıyır. Mən də istəməzdim, amma 100 minlərlə Azərbaycanın Almaniyada sığınacaq alır. 100 minlər yox, rəqəmlər genişlətməyir. 100 minlər də deyil, 10 minlər də deyil, 10 minlər də deyil. Azərbaycanda heç bir vəziyyətdən real vəziyyətsiz görürsünüz. Azərbaycan Respublikası vətəndaşıydınız, yaşayırdınız, hər hansı bir səbəblərdən sonra risk etdiniz, siz öz qərarınızdır. Ona görə də həyatda sizin haqqınızda baş verən və bilməyən hadisələrə görə Azərbaycanı günahlandırmaq bu düzgün deyil. Mənim bir səhvləri özünüzə də axtarmalısınız. O zaman dəvət edin, təhlükəsizliyi yaradın. Azərbaycan Respublikası vətəndaşısınızsa, biz hər bir Azərbaycan vətəndaşını dəvət etməliyik. Sizin öz qərarınızdır. Cinayət İşi var, istintaqla əməkdaşlıq edin, cinayətçilə cavablarınızı verin. İştirak edilməmişim, necə məhkəmə olmuş. Niyə ki? Mən hüquqşünas deyirəm, hüquqşünas olduğuma iddia etmirəm, amma sizin barənizdə istintaqlar olub, istintaqla əməkdaşlıq edib mövqeyinizi bildirər. Amma siz bunun müqabilində siz nə edirsiniz? Misal üçün, Azərbaycanda kimi gördünüz, təhqir etmək, şantaj etmək və s. Bilirik ki, səmimi deyək də, yəni ki, sizdə göstərilmə jurnalist olan şirkətlər. Yəni siz özünüzə jurnalist olduğunuza iddia edirsiniz, bu peşəkar jurnalistika deyil. Səmimi deyim, bu peşəkar jurnalistika deyil, sizin elədiyiniz. Müəyyən bir blog esfera ola bilər, blog çərçivəsində fəaliyyət göstərir, yəni sizin şəxsi qərarınızdır. Təşəkkür ederim. Teşekkür ederim. Uğurlar arzu edirəm sizə. Uğurlar. Sağ olun.